O şeytan ordusu, şeytanın adamı gör ne kadar cürət tapıb bizim üstümüze gelmək istəyir. Eğer sen həqiqətən Allah istəyən dinə sahibsənsə, əqidəyə sahibsənsə, eğer Allah'a inansansa, güc səndədir. Güc bu günlərin möminlərdədir. Onların Rəbbi Allah'dır. Sen o tüfəngindən, topundan, adamından, qara maskalından, ağ maskalından, göy maskalından ne bileyim neler ki deyiləcək ha. Sen o kadar ne eləyə bilərsən bize? Bu dünyada bir şey eləyə bilərsən. Biz demir ki bize bir şey eləməzsən. Bize bu dünyada bir şey eləyə bilərsən. Bizi bu dünyada öldürə bilərsən. Amma onu bil ki özün də öləcəksən. Onu bil ki bu şəhadətlər, bu həbslər sənin axırına çıxacaq. Necə Yezidin axırına çıxdı, İmam Hüseyni qətlə yetirdi, İmam Hüseyni şəhid elədi, Əməvi xilafəti silkələndi. Vallahi artıq bu şeylər görünməkdədir. Əməvi xilafəti büyünün Əməvi xilafəti silkələnir artıq. Qorxularından damsın. Biz artıq əsəbləşirik, nə baxımdan? Qardaş, nə qədər başqa yerlərdən adama gəlib deyərlər ki, səni tutacaq. Belə eləmə, gəl, əgər sözün varsa bizim özümüzə dinə. Niyə qorxursan axı? Niyə narahatsan? Niyə başqa adamları narahat edirsən bizə görə? Elə bizə onları narahat eləyəsədən biz öz yolumuzdan dönəcəyik. Atam da diyansa qabağımda yenə də dönməyəz. Qara zindan tutabilmez ki seni, sen adalet yolunun yolcususan. Ne ölüm korkuda bilmez ki seni, sen şehadet yolunun yolcususan. Qara zindan tutabilmez ki seni, sen adalet yolunun yolcususan. Ne ölüm korkuda bilmez ki seni, sen şehadet yolunun yolcususan. Sen adalet yolunun yolcususan. Görəndəki zulüm öz həddin aşır, ürəyin dözməyib eşqi ilə coşur. Görəndəki zulüm öz həddin aşır, ürəyin dözməyib eşqi ilə coşur. Qəm elə bil ki sənin üçün yaranıb, vüqarlı gözlərdə qən yaraşır. Ki ləyaqət yolunun yolcususan. Qara zindan tutabilmez ki seni, sen adalet yolunun yolcususan. Ne ölüm korkuda bilmez ki seni, sen şehadet yolunun yolcususan. Qara zindan tutabilmez ki seni, sen adalet yolunun yolcususan. Ne ölüm korkuda bilmez ki seni, sen şehadet yolunun yolcususan. Sen adalet yolunun yolcususan. Dostlardadırsa oturmak olmaz, zulmünden aldırmak olmaz. Dostlardadırsa oturmak olmaz, zulmünden aldırmak olmaz. Ruhu qandallara vurmak olmaz. Sen saadet yolunun yolcususan, sen saadet yolunun yolcususan. Qara zindan tutabilmez ki seni, sen adalet yolunun yolcususan. Ne ölüm korkuda bilmez ki seni, sen şehadet yolunun yolcususan. Qara zindan tutabilmez ki seni, sen adalet yolunun yolcususan. Ne ölüm korkuda bilmez ki seni, sen şehadet yolunun yolcususan. Sen adalet yolunun yolcususan. Mən sənə tabiyəm ilahi. Məni assalar da, kəssələr də, assalar da zindana, sən mənim Rəbbimsən. Ne kadar kağıt aile içeridedir, tüm Azerbaycan halkı içeridedir.
oturursan rahat orada, sənə söz deyən yoxdur, gör nə qədər həddini aşmısan, gəlib indi məscidin içinə hökmranlıq eləməzsən. Allah bizə kifayətdir. Allah bizim arkamızda dayanır. Hasbunallah yani bu. Yani bizim rəhbərimiz Allah. Öldürsən də məni, zindana da atsan, yenə də biz sizdən güclüyük. Sen elə bir yola koydun ki qədəm, baxmadın fitnə fəsadla doludur. Bu məhəbbət yolunun yolcususan. Qara zindan tuta bilməz ki səni, sən ədalət yolunun yolcususan. Nə ölüm qorxuda bilməz ki səni, sən şəhadət yolunun yolcususan. Qara zindan tuta bilməz ki səni, sən ədalət yolunun yolcususan. Nə ölüm qorxuda bilməz ki səni, sən şəhadət yolunun yolcususan. Sen adalet yolunun yolcususan.